Müəllimə, baxın, 65-ci saniyə izahlayıram. 65-də deyir ki, x oxucuda hərəkət edən A və B maddi nöqtələrinin koordinat zaman qrafikləri verilmişdir. 6-cı saniyənin sonunda avtomobillər arasındakı məsafə 4 metr olmuşdur. Müşahidəyə başlayanda onlar arasındakı məsafəni hesablayaq. Bu tip məsələni görəndə birinci nə edirik? Bu tip məsələni görən kimi avtomatik olaraq gəlirik nəyə? Baxırıq ki, əvvəlcə bu hərəkət düz xətli bərabər şərtli hərəkətdir. Həm A üçün, həm də B üçün sürətlərin qiymətlərini tapırıq. A-nın sürətinə baxırıq ki, VA bərabərdir, x çıxılsın, x0 bölünsün T'dir. Bu B üçün də keçərlidir, bu düsturumuz dəyişmir. İndi baxın, mən buradan VA-nın sürətini tapanda nə edirəm? 0-dan 14-ə gəlmişəm. Yəni neçə? 14 çıxılsın, 0 bölünsün 2. Elədir 7 metr bölə saniyə. Bu bizə oldu A-nın sürəti. B-nin sürətini tapanda burada bir dənə incəlik var. B-nin sürəti müəyyən bir qiymətdən başlayıb 14-ə qalır. Burada bir x0 var, amma biz o bir x0'ı bilmirik. Yazıram ki, 14 çıxılsın x0 bölünsün 2. Hər ikisi üçün bu tənliyi yazdıq. İndi keçelim koordinat tənliklərini. Həm A üçün, həm də B üçün. Neçinci saniyədə deyir? 6-cı saniyədə. X A bərabərdir x0 üstə gələk VA vurulsun T. Burada T'ni qeyd edirəm ki, 6 saniyədir. Bunu x A üçün yazmışamsa, mən o zaman x A-nın düsturunu yazaram. X A bərabər x0'ımız 0, V'miz A üçün almışdıq 7, dəyişmə çünki bərabər şərtli hərəkət qrafikidir. Vuraq 6. Elədir 42 metr. Bu A-nın koordinatı. İndi XB-nin koordinatına baxın. XB-də də x0'ımız yoxdur. Üstə gələk. VB-nin qiymətini baxın, burada bayaqları aldığımız ifadə. 14 çıxılsın x0 bölünsün 2 vurulsun T'miz neçə dedik? 6. İndi baxın, buradan artıq ifadəni sadələşdirirəm. Nə edirəm? Bax, buradan yazırım mənimə. XB bərabərdir. Bununla 2-ni ixtisar apardım. Burada qaldı 3. X0 üstə gəlsin. 14 vuraq 3. 12, 42. Çıxaq 3x0. Belə bir ifadə aldıq. Şərtdə mənə deyir ki, baxın 65-in şərtində deyirdi ki, bir dəqiqə qoy şərtdə baxım. Deyir ki, aradakı məsafə 4 metr olmuşdur. Yəni bu bizə nə deməkdir? Bu deməkdir ki, XA çıxılsın XB-miz 4 metrdir. A-nın qiymətinə bayaq 42 metr aldıq. B-yə də aldıq ki, bu ifadəni sadələşdirsək olur. 42 çıxılsın 2x0 bərabərdir 4-ə. 42-lər ixtisar olunur gedir. x0 bərabər olur nəyə? 2 metrə. x0-ın qiymətini təyin edəndən sonra ki, x0'ımız 2-dir. Baxın, burada 2-dir. 14 çıxaq 2 eləyəcək nə qədər? 12.